Herkese salam. Bu videoda Demin Sınavlar Toplusundan Sınaq 2'nin, yəni say sistemlərinin izahını verəcəm. Birinci sualda verilib ki, mövqeli say sisteminin əlifbasında simvolların sayı necə adlanır? Ümumiyyətlə istənilən, yəni mövqeli say sistemində həmin say sistemini təşkil edən, yəni rəqəmlər nə qədərdirsə, o say sisteminin əsası adlanır. Məsəl üçün, onluq say sistemində 0-dan 9-a, yəni 10 dənə rəqəm var. 10 həmin say sisteminin əsasını göstərir. Verilmişdir ikilik ədədi 8-li say sisteminə çevir. Bilirik ki, 8-liyə çevirəndə sağdan sola 3-3 ayırırıq və daha sonra da həmin 3-3 ayırdığımız rəqəmlərin üzərinə 4-2-1 yazmaqla birlərin üzərini toplayırıq, sıfırlara da baxmırıq. Əgər rəqəm çatışmırsa əvvələ 3-ə tamamlamaq adına, yəni sıfırlar artırırıq. Burada birlərin üstünü toplayanda 1, sonra növbətidə 6, o birində 1, digərində isə yenə 6 alınır. Olur 2-yə B bəndi, 1616. Verilmişdir bu ədədi ikiliyə çevir. Bu 16-lıqdan ikiliyə keçən zaman hər bir rəqəmi 8, 4, 2, 1 şəklində parçalayırıq. Yəni 2-ni baxıram ki, bu verilən rəqəmlərdən hansının cəmi kimi göstərə bilərəm. Elə bir dənə 2-dən istifadə edəcəm. Həmin rəqəmə 1 yazıram, digərlərinə 0. Və yaxud Y 14-dür. 14-ü bu 8, 4, 2, 1-də hansıların cəmi ilə ala bilərəm? 8 ilə 4, 12 verir. Bir də 2-ni götürsəm 14 alaram. Deməli, həmin o rəqəmlərə 1 yazıram, digərinə 0. Və yaxud A 10-dur, 8 ilə 2-nin cəmi 10-u verir. 8 ilə 2-yə 1 yazacam, o birlərə 0. Əvvəldə, yəni ədədin əvvəlində 0 yazmasaq da olar, onsuz da bir mənası yoxdur. Ədəd olacaq bu formada. 1, 0, 3 dənə 1, 0, deməli 1, 0, 1, 0 elə A bəndi uyğun gəlir. 4-də verib ki, bu ədədi onluğa çevir. İkilikdən onluğa çevirəndə rahat üsul 2-nin qüvvətlərini sağdan sola yazırıq və birlərin üstünü toplayırıq. Hamısı 1 olduğuna görə birlərin üzərini toplayanda 15 alırıq. 4-də B. 76 onluq ədədini 8-lik say sisteminə çevir. Onluqdan istənilən say sisteminə keçəndə qalıqlı bölmədən istifadə edirik. 8-ə çeviririksə 8-ə bölərək qalıqları götürəcəyik. 9 dəfə 72 qalıq 4. 9 da 8-ə böləndə 1 dəfə qalıq elə 1. Qalıqları axırdan əvvələ yanaşı yazsaq alırıq 114. Olur, deməli D bəndi. 135 ədədini onluq say sistemində təsvir edin. 8-likdən onluğa keçmək üçün ədədin üzərində sağdan sola nömrələnmə aparırıq. Sonra ədədin rəqəmlərini say sisteminin qüvvətinə vururuq. 8-in kvadratı plus 3 vuraq 8 üstü 1 plus 5 vuraq 8 üstü 0-a. O da 64 plus, bu 24 eləyir, üstünə də 5 gəlsə 29. Bu da eləyir, deməli 93. Olur 6-da C bəndə. 7-də verib ki, bu ədədin açıq yazılış formasını müəyyənləşdirin. Əgər altılıqdadsa, yenə bunu nömrələyirəm. 0, 1, 2, 3, 4, 5 şəklində. Onu da altılıqdan onluğa çevirəndə 4 vuraq, 6 üstü 5 yazacam. Üstə gəl. Yenə də 4 vuraq, 6 üstü 4. Yəni ədədin rəqəmlərini say sistemi neçədirsə onun qüvvətinə vururuq. Bu qayda ilə davam edir. 4 vuraq 6 üstü 5-də bir dənə elə A variantında var. Yəni ki, o birlər də düzdür. 4 vuraq 6 üstü 4, 5 vuraq 6 üstü 3, 3 vuraq 6-nın kvadratı. 0-ı yazmayıblar, çünki 0-a vuranda onsuz da ədəd 0 eləyir deyə. 1 vuraq 6 üstü 0 da doğrudur. 7 olur A bəndi. Bu cəmi tapın ikilikdə. Deməli 0, 0, 3 dənə də 1. Birin üstünə 0 elə, deməli 1, birin üstünə 0, yenə 1, birin üstünə 0, yenə 1. Birin üstünə 1, 2 eləyir, amma ikilik say sistemində 2 rəqəmi yoxdur. Ona görə 2-ni 2-yə bölürük və qalıq nədirsə, qalığı yazırıq, qisməti yadda saxlayırıq. Birin üstünə 1, 2 eləyir. 1 yadda ilə 3 alırıq. 3 də yoxdur ikilik say sistemində. 3-ü 2-yə bölürəm, qalıq 1 alıram. Bu qalığı yazıram, qisməti yadda saxlayıram. 1 də yadda 2 eləyir. 2 yenə yoxdur ikilik say sistemində. 2-yə bölürəm, qalığı 0 alıram. Yenə qalıq 0-ı yazıram, qisməti yadda saxlayıram. Artıq toplamağa ədəd olmadığı üçün o qismət 1-i də əvvəl atıram. Deməli 101, 0, 111 olur 8-də A bəndi.
9-da verilib ki, cüt ədədi müəyyənləşdirin. Ümumiyyətlə, İkilikdə yəni söhbət gedir. İkilikdə ədədin axırı sıfırla qurtarırsa, onda yəni cüt ola bilər. 1 ilə bitirsə o təkdir. Çünki biz bunu ikilikdən onluğa çevirsək, hamısı 2-nin qüvvətləridir və birdən başqa bütün 2-nin qüvvətləri cüt gəlir. Biz birlərin üstünü toplayırıq axı ikilikdən onluğa keçəndə. Məsələn, 16 üstə 4 gələcəm 20 alacaq. Bu bir işi korlayır. Və axırda 1 ilə qurtarırsa, bu birin üstündəki biri mən toplayanda nə tərdə cüt ədəd olsun, gəlib axırda tək alınacaq. Yəni bu ikilik üçün keçərlidir. İndi o birləri yoxlayım. Məsələn, B bəndinə baxaq. 1 vuraq 3 üstü 4 eləyir 81 üstəgəl. 1 vuraq 3-ün kvadratı 9. 1 vuraq 3 üstü 1 3. 1 vuraq 3 üstü 0 da elə 1-i verir. Bu eləyir 90 üstəgəldə 4 alınır 94. Elə B variantı cüt ədəd alındı yəni. Doğru münasibəti müəyyən edin. Ümumiyyətlə, fərqli say sistemində ədədləri müqayisə edən zaman onları eyni say sisteminə çevirmək lazımdır. Və ən rahat da, yəni bilirik ki, onluq say sistemidir. Bunu onluğa çevirsəm hər ikisini. A vuraq 16 üstü 0. A da 10 aldığına görə vuraq 16 üstü 0 alıram. Bu mənə verir elə 10-u. 1 sıfırı isə 16-lıqdan onluğa çevirəndə 1 vuraq 16 üstü 1, üstəcə 0, 1, 16 üstü 0. Yəni elə 16 alınır. Belə baxıram, bu 10-dur, bu da 16-dır. Amma 10 16-dan böyük deyil axı. Yəni A variantı səhvdir. B-yə baxsam, biri 6-lıqda, biri 8-likdə verilir. 2 vuraq 6 üstü 1, 12. 5 vuraq 6 üstü 0 da 5-i verir. Bu 17 eləyir. 25-i 8-likdən 10-luğa çevirsək, 2 vur 8 üstü 1, 16. 5 vur 8 üstü 0 da 5-i verir. Bu alınır, deməli 21. Bu doğru verib. Bu 17-dir, bu da 21-dir onluğa çevirəndə və 17 21-dən kiçikdir, B bəndi. Əslində hesablayıb göstərdim. Hesablamamış da baxa bilərəm. Necə? Əgər eyni bir ədədi fərqli say sistemində veribsə, eyni ədəddən söhbət gedir. Eyni ədədi fərqli say sistemlərində veribsə, böyük say sistemində daha böyük qiymət alınacaq əlbəttə ki. Onluq say sistemində verilmiş bu cəmin ikilikdəki yazılışında sıfırların sayını tapın. Biz bilirik ki, bu tipdə, yəni onluq ədədləri istənilən say sisteminə çevirəndə həmin say sisteminin qüvvəti kimi göstəririk. 2 üstü 2000 elə 2-nin qüvvəti kimidir ikiliyə çevirəcəyim üçün və belə olduqda əmsal 1 qəbul olunur. 1 yanına da 2-nin qüvvəti qədər 0 artır. Yəni 2000 dənə 0. 64 üstü 300-ü çevirsəm ikiliyə. Bu 2 üstü 6-dır. Üstü də 300 yazsam 2 üstü 1800 alıram. Bu da 1 yanına 1800 dənə deyək də, yəni 0 eləyir. Sonra 32-ni də 2 üstü 5 kimi göstərsəm, onda bu da 1 yanına 5 dənə 0 alınır. 1 təxmini yazıram, yəni 5 dənə 0. Biz bunları toplayanda bu birlər onsuz da üst-üstə düşmür deyə, burada 3 dənə 1 alınacaq. Qalanları ancaq sıfırlar alınacaq da. Və bilirik ki, 1 yanına 2000 dənə 0 yazmışdı axı. Toplayanda da elə alınacaq. 1, 2000 dənə yanına rəqəm eləyəcək. Sadəcə 2 dənə 1 olacaq, qalanı 0. İndi 1 üstəgəl 2000 dənə rəqəmlə bir yerdə 2000 bir dənə burada rəqəm alır. Bu 2001 rəqəmdən cəmi 3 dənəsi 1-dir, qalanları 0-dır. Bu da eləyir 1998. Deməli, bu qədər 0 var. 11-də A bəndi. 12-də verib bu hasili tap. 1, 0, 1, 1. Deməli, 1, 1, 1. Biri yuxarıdakı ədədə vuranda elə özünü alacaq. Yenə ikinci biri 1, 0, 1, 1-ə vuranda yenə özünü alacaq. Yenə üçüncü biri vursam 1, 1, 0, 1 alacaq. Qalır bunları toplamaq. 1-in üstünə 1, 2 eləyir. 2-ni 0 yazıram 1 yadda. 1-in üstünə 1, 2 eləyir. 1 yadda ilə 3 eləyir. 3-ü isə 1 yazıram 1 yadda saxlayıram. 1-in üstünə 1, 2 eləyir. 1 yadda ilə 3 alıram. Yenə 1 yazıram 1 yadda. 1 yadda ilə 2 alıram, 2-ni 0 yazıram, 1 yadda saxlayıram. 1 yadda ilə 2 eləyir, 0 yazıram, 1 yadda. 100 deməli, 11, 0, 1 olur A bəndi. 13-də verib ki, bu şərti ödəyən onluq tam ədədlərin sayını tap. Onluq dediyinə görə elə onluğa çeviririk. Burada onluğa çevirsəm 3 vur 8, 24, üstəgəl 6 vur 8 üstü 0.
kiçik bərabər. Bunu da çevirsəm f 15-dir. 15 vur 16 üstə gəl 5 alıram. Bu eləyir deməli 30 kiçikdir x kiçik bərabər. Bu tərəfdə alınır deməli 245 alınır. İndi bu bərabərliyi ödəyən neçə deməli deyir onluq ədəd var. Burada bu halda yəni 245-dən 30-u çıxırıq, alırıq deməli 215. Nəyə görə? Çünki 30 özü daxil deyil, amma 245 daxildir. Bu tipli ümumiyyətlə bərabərsizliklərdə kiçik ədəd götürərək yoxlamaq olar. Məsəl üçün 3 kiçikdir x, kiçikdir 7 yazsam, lap bura bir dənə bərabər əlavə edin, bunu oxşadaq. Bura hansı ədədlər daxildir bu parçaya? 4-dür, 5-dir, 6-dır. Bir də 7-dir. Neçə dənə ədəd daxil oldu? 4 dənə, düzdürmü? Və 7-dən də mən 3-ü çıxanda həmin bu 4-ü alıram. Deməli, burada da 245-dən 30-u çıxsam, vəssalam elə alacam. Amma belə olsaydı, ikisi də belə olsaydı, onda bu bərabərsizlikdə baxıram 3-də daxildir deyə. 3, 4, 5, 6, 7 artıq 5 ədəd bu şərti ödəyir. Onda 7-dən 3 çıxanda 4 alıram, üstünə 1 gəlməli idim. Məsəl üçün 245-dən 30 çıxıb üstünə 1 gələcəkdim, əgər belə olsaydı. Yəni, kiçik ədədlərlə yoxlayıb, sonra böyük ədədə tətbiq etmək olar. Sonra növbətidə gəlir ki, bu bərabərliyində y-in mümkün qiymətin, y-in mümkün müsbət qiymətində x-in ən kiçik qiymətini müəyyən edin. Deməli, burada baxırıq ki, 32x bərabərdir 43y verilib. x-in ən kiçik, y-in mümkün müsbət qiymətində x-in ən kiçik qiymətini tapın. X-in ən kiçik qiymətini hələ ki 4 verirəm. Çünki variantlarda, yəni ən kiçik elə 4-dür. Tutaq ki, 32 dörtlükdədir. 43-ü də yazıram y. Görüm, alınırmı doğru bərabərlik. 3-ü 4-ə vuranda 12, üstünə də 2 gəlirəm. 14 eləyir. Bu bərabər olur. Bunu da onluğa çevirsəm 4y üstə gəl 3-ə. Buradan da 4y bərabərdir 11 alıram və 11-i 4-ə böləndə say sistemi alınmayacaq. Deməli, bura 4 yaza bilmərəm. Keçirəm 5-ə. 32 5-likdə olsa, yenə onluğa çevirsəm, 0, 1 üstünə yazarıq. 3 vuraq 5 üstü 1, 15 üstə gəl. 2 vuraq 5 üstü 0, 2. Bu da 4y üstə gəl 3-dür də açılışı burada çevirmişik. İndi buradan baxıram görüm nə alınır. 4y bərabərdir. 17-dən 3 çıxanda 14. 14 də 4-ə bölünmür. Deməli 5 də olmayacaq. Keçirəm 6-ya. Deməli 32-ni 6-lıqda götürsəm, bərabər eləsəm 4y üstə gəl 3-ə. Bu da eləyir 3 vur 6, 18 üstə gəl 2. Bərabərdir 4y plus 3-ə. 4y də bərabər olur 20 çıx 3, 17. 17 də bölünmür 4-ə. Sonra 7-ni yoxlayıram. 32 7-lik də bərabər olsun 4y plus 3-ə. 0, 1 ilə çevirsəm 3 vur 7 üstü 1, 21. 2 vur 7 üstü 0-da elə 2. Buradan da 4y bərabər olur 20-yə, y də bərabər olur 5-ə. Bəli, elə ən kiçik 7-likdə, yəni bir say sistemi ala bildik. Ona görə 14-də olur Y bəndi. 100 onluq ədədini əsası 9 olan say sisteminə çevir. Yəni ki, onluqdan 9-luğa çevirəcək. Əsası 9 olan o deməkdir ki, yəni orada 9 dənə rəqəm olsun və 9-luq say sistemində 0-dan 8-ə, yəni 9 dənə rəqəm var. Yəni 9-luq say sistemi nəzərdə tutulur. 100-ü də 9-a böləndə, deməli 11 dəfə 99 qalıb 1, 11-i də 9-a böləndə 1 dəfə qalıb 2, deməli 121 qalıbları axırdan əvvələ yazsaq. Sonra 16. Bu onluq ədədin ikilik yazılışındakı birlərin sayını tapın. Deməli, bunu 2-nin qüvvətlərini sağdan sola yazıb toplaya bilərik, ya da 2-nin qüvvətlərinin cəmi kimi göstərib sonra çevirə bilərik. Belə ki, 1358 tam olaraq 2-nin qüvvəti deyil. Yəni, buna yaxın 2-nin qüvvəti nə olar? 1024. 24 plus. Sonra 1024 ilə nəyin cəmi kimi göstərə bilərəm, ona baxıram. Bu 1024 üstəgəl 334-ü verir. 1024 yaxşı, 2-nin qüvvətidir, amma 334 deyil axı, bunun özünü də parçalayıram. Bu hansı 2-nin qüvvətinə yaxındır? 256-ya. 256 üstə gəl, yazıram 78. 78-i parçalamaq asandır.
Əsas bunlar idi. 1024 2 üstü 10'dur. 256 2 üstü 8'dir. Bu da 78'də qalsın. 2 üstü 10 bilirik ki, yəni 1 yanına 10 sıfır deməkdir. Çünki 2'nin qüvvəti kimi verilir və biz də ikiliyə çeviririk axı. Belə olduqda əmsal 1 qəbul olunur. Yanına da 10 dənə 0 yazır. 4, 5, 6, 7, 8, 9, 10 dənə. Və 2 yanına 8, 0, 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə 0. Deməli, qalır 78. 78'i də hətta göstərmək olar. 78'ə yaxın da ən böyük 2'nin qüvvəti 64'dür. Çıxanda qalır deməli 14. Deməli, onda 64 plus 14 kimi yazaram. Lap bunu da biraz da qısaldaram. 64 də 2 üstü, buradan silim onda 2 üstü 6 deməkdir. 2 üstü 6 olanda da burada 1, 2, 3, 4, 5, 6, 1 yanına 6 sıfır artırırıq. Qalıb 14. 14'ü də İkiliyə çevirəndə 2'nin qüvvətlərini yazıram sağdan sola və hansıların cəmi 14'ü verir? 8, 4, 2. Onların üstünə 1 yazıram, digərinə 0. Deməli 14'ü də çevirdiyimizə görə ikiliyə və salam. Sonra bunları toplayırıq. Bunları da toplayanda bizdən nəyi soruşur? Birlərin sayını. Burada heç biri üst-üstə düşmür deyə, yəni toplayanda birlər. Baxsaq 3 burada, 3 də burada 6 dənə 1 eləyir. Olur 16 A variantı. Sonra gəlir 17'yə. Bu bərabərliyə əsasən x-in qiymətini tap. Yazaq. Ümumiyyətlə tənliklərdə həmişə, yəni hər tərəfi onluq say sisteminə çevirib həll edirik. Çünki onluğa çevirəndə artıq adi tənlik alınır. 0, 1, 2 onluğa çevirmək üçün. Bunun üstünə 0 yazıram. Burada da 0, 1, 2. Yəni bu x artıq ixtiyari say sistemidir. Çevirəndə də bilirik ki, 1 vuraq x-in kvadratı yazacağım. Üstəgəl 2 vuraq x üstü 1. Plus 1 vuraq x üstü 0 elə 1'i verir. 1 vur 5 üstü 0 da 1'i verir. Bu tərəfdə 1 vur 7'nin kvadratı. Sıfıra vurmağın mənası yoxdur. Üstünə xətt çəkirəm. 1 vur 7 üstü 0 da 1'i verir. Deməli, x kvadratı plus 2x. Bu eləyir 50. Bu da 2 eləyir. Bu tərəfə çevirəndə də çıx 48 bərabər 0 alıram. Bu əslində çevrilmiş kvadrat tənlikdir. Köklərinə baxsaq, yəni hansı 2 ədədin hasili mənfi 48. Cəmi də əks işarə ilə götürülmüş, yəni 2'yə bərabər olsun. Yəni hasili 48 eləyən 8 ilə 6 ola bilər. Cəmi də 2 eləyəcək. Birinə mənfi yazsaq. Amma burada müsbət 2 yox, cəmi mənfi 2 eləməlidir. Çünki biz əks işarə ilə götürürük. Onda deməli mənfi 8 yazım ki, düz olsun. Təbii ki, mənfi say sistemi yoxdur deyə bunu götürmürəm. Onda yəni doğru cavab 6 olur. Verib ki, bu bərabərliyə əsasən x-in qiymətini 16'lıq say sistemində təsvir elə. Əvvəlcə bunu birinci onluqda tapaq. Bunları onluğa çevirsəm hər tərəfi. Bu eləyəcək 35, deməli plus da 5, 40. Plus x bərabərdir. Bu tərəfi çevirsəm 3 vuraq 6'nın kvadratı. Yəni 3 vuraq 36, üstəgəl 2 vuraq 6, 12, üstəgəl 5 vuraq 6 üstü 0 da elə 5'i verir. Deməli 40 plus x bərabər olar. Bunları toplayanda da alacaq 125. X də bərabər olur 85'e. 85 onluqdadır. Çünki biz onluğa çevirmişik hər tərəfi. İndi biz değer tapdığımız bu x-in qiymətini 16'lığa çevirməliyik. 85'i də onluqdan 16'lığa çevirəndə 5 dəfə düşür, 80 eləyir. Qalıqları da axırdan əvvələ yanaşı düşsək 55 alırıq. Sinifin deyir bu qədər faizi qız, bu qədər nəfəri oğlan olarsa, bu sinifdə şagirdlərin sayını onluq say sistemində müəyyən edin. Ümumiyyətlə, məsələləri də, tənlikləri də onluğa çevirməklə həll etmək daha rahatdır. 4 dənə 1, 0, 0 ikilikdə verib. Bunu ikilikdən onluğa çevirsək, 2'nin qüvvətlərini sağdan sola yazıb, sıfırların üstünə xətt çəkib, birlərin üstünü toplayırıq. 32, 8, 40. Bu da deməli 20 elir 60. Deməli 60% sinifdə qız var.
Bunu da ikilikdən onluğa çevirsək, 1, 1, 0, 0-ı. 2-nin qüvvətlərini yenə sağdan sola yazıb, birlərin üstünü toplayırıq, 12 alırıq. 12 nəfər isə oğlan var. Deyir, sinifdəki şagirdlərin ümumi sayını tap. Əgər 60% qızdırsa, onda belə çıxır ki, 40% oğlandır. Mən oğlanların sayını dəqiq bilirəm deyə tənasibi ona görə quracam. 12 nəfər oğlan əgər 40% təşkil edirsə, bizə 100%-i soruşur. 100%-i x. X da bərabər olar buradan. 100 vuraq 12 bölək 40-a. Burada da ixtisar edib 30 alınır. 19B bəndi. Sonra gəlir 20-ci sual. Deyir 0, 1, 2, 3 rəqəmlərindən düzəlmiş bütün 4 rəqəmli kodlar artma sırasına görə yazılmışdır. Siyahının əvvəli deyir aşağıdakı kimidir. Sıra nömrəsi 215 olan kodu tap. Bilirik ki, 0, 1, 2, 3 dörtlük say sisteminin rəqəmləridir. Və dörtlükdə də 4 dənə 0 elə 0-a bərabər olur. 0, 0, 1 əslində elə 1-i verir. Bu elə 2-ni verir. Bu 3-ü verir. Bu 4-ü verir. Növbəti artıq 5 olacaq. Yəni, əslində buradakılar həmin rəqəmlərin onluq kodlarıdır. İndi biz 215-i, sıra nömrəsi 215 olan ədədin, yəni kodunu müəyyənləşdirin. Deməli, bu 215-i biz onluqdan dörtlük say sisteminə çevirəcəyik. 4 rəqəmli, yəni verilib deyəm. 215-i də dörtlüyə çevirsək, deməli, düşər 5 dəfə 4, 20, 15-də 3 dəfə alınır 3, hələ ki, 53-ü 4-ə böləndə 13-də də 3 dəfə 12, 1, deməli, 13-ü 4-ə böləndə yenə 3 dəfə 12, 1. Qalıqları axırdan əvvələ yazsam, 3, 1, 1, 3 alıram. İndi baxıram ki, bunu aldım mən, deməli, dörtlükdə. Yəni, dörtlüyə çevirdim. 0 ədədinin, yəni bu dörtlükdədir də, 0 ədədinin sıra nömrəsi 1-dirsə əgər, onda 313 ədədinin sıra nömrəsi də, daha doğrusu üzr istəyirəm, 200, sıra nömrəsi 215 olan ədəddə, deməli 3112 olacaq. Çünki baxıram ki, sıra nömrəsi 1 olan ədəd, yəni özündən bir vahid azdır da, sıfıra düşür. Sıra nömrəsi 215 olan ədəddə özündən bir vahid az olmalıdır. Yəni, mən tapdım bunu dörtlüyə çevirdim, düzdür. Bundan da 1 çıxıram ki, yəni doğru uyğunluq alınsın. 3112 olacaq ona görə C bəndi. 4-ə tam bölünən ədədləri müəyyənləşdirin. Nəysə, bunları onluğa çevirərək tapmaq daha rahat olar. 2-nin qüvvətlərini yazaq, yenə sağdan sola. 1, 2, 4, 8, 16. Baxıram ki, birlərin üstünü toplayanda 20 alacam və 24-də bölünür. Ona görə 1 olacaq. Və işi rahatlaşdırmaq üçün baxıram ki, 1 ilə olan variant ya 3-dür, ya 2. Sadəcə ona görə 2 ilə 3-ü yoxlayıram. Yenə 2-nin qüvvətlərini yazaraq, sağdan sola birlərin üstünü toplayacam. 80, bu da eləyir 32-nin üstünə də, deməli, 4 gələndə 36. Elə bu eləyəcək. Yox, bir dəqiqə, 116 eləyir. 116-da bölünür. Olur, deməli, elə 21-də 1, 2. Deməli, onda 3 alınmayacaq. Olur, C bəndi. Sonra verib ki, nəticəsi 50-dən böyük olan ifadələri müəyyənləşdir. Yenə də onluğa çevirib toplamaq lazımdır. Bunu onluğa çevirsəm, bunu da onluğa çevirsəm, 3 vur 8 üstü 1, 24, o da üstə gəl. 2 vur 8 üstü 0 da 2-ni verir. Yəni 20 eləyir 6. Üstə gəl. Bunu da birlərin üstünü toplayanda 32 plus 2, 34 eləyir. Və alınır, deməli, 60. Bir dəqiqə, 32, deməli 60. 50-dən böyükdür deyə 1-i seçirəm. 1 ilə yenə baxıram ki, ya 1 4-dür, ya 1 2-dir. Onda heç 3 ilə 5-i yoxlamasaq da olar. İndi 2 ilə 4-ə baxım. 0, 1, yenə də 1, 2, 4, 8, 16.
2 vur 8 üstü 1, 16 üstəcə. 7 vur 8 üstü 0 da 7. Bu eləyir 23. Bu da 16, 4, 20. O da 2, 22. Bu, yəni 50-yə çatmır. Deməli, onda 1, 4 olacaq. Yenə də yoxlaya bilərik. Bu 16, 8-likdədir. 1 vur 8 üstü 1, 8. Üstəcək 6 vur 8 üstü 0 da 6-nı verir. 14 plus. Bunu da çevirsəm, deməli, 32 üstəgəl 16, 48, o da 1, 49. Bəli, 50-ni aşır. Deməli, 1, 4 doğru cavab olacaq. X-in hansı deməli qiymətində bərabərlik doğru olar? Bunu 23-ü deməli onluğa çevirərək tapa bilərik. Hər tərəfi onluğa çevirərək tapaq. 3 vur 7-nin kvadratı, yəni 3 vur 49 üstəgəl. X vur 7 üstü 1, 7x plus. 6 vur 7 üstü 0 da elə 6. 1 vur 7-nin kvadratı 49 üstəgəl. 6 vur 7, 42 üstəgəl. X vur 7 üstü 0 da elə x-i verir. Sonra 5 vur 7-nin kvadratı, yəni 5 vur 49 üstəgəl. X vur 7 üstü 1, 7x üstəgəl. 3 vur 7 üstü 0 da 3-ü verir. Burada deməli, baxıram ki, 3 vur 49-la, bir də bu 49-u toplasam, 4 dənə 49 eləyir. Yəni 4 vuraq 49. Bunu da o biri tərəfə keçirsəm, yəni 5 vur 49-dan 4 vur 49-u çıxsam, elə təkcə 49 qalacaq. 7x-lar buradan gedir, tək 1x qalır. Deməli, bunları da apardım və sağ tərəfdə 49 aldım. Deməli, burada da qalır 6, 42, 48 eləyir. Bunu da o tərəfə keçirdim. 49 çıxaq 48, üstəgəl 3. Bu da eləyir deməli 1 plus 3, o da 4. Deməli, doğru cavab x-in yerinə 4 olmalıymış. 24-də verib ki, beşlik say sisteminin ən kiçik 2 rəqəmli ədədi. Beşlikdə ümumiyyətlə istənilən say sisteminin ən kiçik 2 rəqəmli ədədi 1, 0-dır. Bununla 9-luğun ən böyük rəqəmli ədədi, hər hansı bir say sisteminin ən böyük rəqəmli ədədi deyəndə, həmin say sisteminin ən böyük rəqəmini 2 dəfə yanaşı yazırıq. Deyir, cəmini onluqda ifadə elə. Onluğa çevirsək, bu beşlikdədir, üzr istəyirəm. Onluğa çevirirəm hər tərəfi. 1 vur 5 üstü 1, 5. Sıfıra vurmasaq da olar. 8 vur 9 üstü 1, 72. Üstəgəl 8 vur 9 üstü 0 da elə 8. Bu da eləyir 85. 16 üstü 9 onluq ədədinin 8-likdəki yazılışının ilk rəqəmini tapın. Bunu 8-yə çevirmək üçün 8-in qüvvəti kimi yazmalıyam. 2 üstü 4 üstü 19 deməkdir. Bu da 2 üstü deməli verir 2 üstü deməli 4 dəfə 9, 36. 3 yadda. Deməli 4 dəfə 1, 4. 3 yadda ilə də eləyir 76. 2 üstü 76-nı indi 8-yə çevirən zamanda 2 üstü 76-nı 8-yə çevirən zamanda 2 üstü 3-ü buradan ayırıram. Və böləndə də deməli 2 dəfə düşəcək. 16-da da 5 dəfə düşəcək, 75 eləyəcək. Bir də vuraq 2 üstü 1 qalacaq. 2 vuraq 8 üstü 25. Bu da deməli 2 yanına 25 dənə 0 deməkdir. Onda 2 ilə başlayır. Növbəti sualda verilib ki, 101 x plus 1-lik say sistemində bərabər olar. 101 x üstəgəl 11 16-lıqdaya. Bunu onluq say sisteminə çevirib hər tərəfi həll eləyirik. Bu eləyir x plus 1-in kvadratı üstəgəl 0-a vurmağın bir mənası yoxdur. X plus 1 üstü 1 vur x plus 1 üstü 0 bərabərdir. 1 vur x-in kvadratı üstəgəl 0-a vurmasaq da olar. 1 vur x üstü 0, yəni 1. 1 vur 16 üstü 1, 16. 1 vur 16 üstü 0 da elə 1-i verir. Bunları açsa, x kvadratı plus 2x plus 1 üstəgəl. Bu x plus 1 üstü 0 elə 1-i verir. X kvadratı plus 17, o da 1, 18 almış. X kvadratları gedir. 2x bərabərdir 16, x də bərabər 8 almış. Sonra 27
27-də verilib ki, bu ədədlərin ikilik yazılışında birlərin, sıfırların sayının birinin o birindən nə qədər çox olduğunu. Ona görə ikiliyə çevirməliyik bunları. 54-ü onluqdan ikiliyə çevirsə, 2-nin qüvvətlərini yazaq sağdan sola və 32-yə qədər yazırıq da, yəni 54-ü aşmayana qədər. 32 ilə 16 48 eləyir. Üstünə də 6 gəlsəm 54-ü alıram. Deməli, burada 4 dənə 1 var, 2 dənə də 0 var. Yəni, birlərin sayı ikilərin, sıfırların sayından 2 vahid çoxdur. Birlərin sayı sıfırların sayından 2 vahid çoxdur. 1-ə A uyğundur. Həmçinin sıfırların sayı da birlərin sayından sıfırların sayı da deməli birlərin sayından bəli 2 dəfə azdır. C-də olur. Sonra o birini çevirsək 1, 2, 4, 8, 16, 32, 64. 64-ün üstünə 32 gəlsəm 76-nı aşır. Ona görə bunu sıfırlayıram. 16 gəlsəm 80, bunu da sıfırlayıram. 64-ün üstünə 8 gəlsəm 72, bu alınır. 72-in üstünə də bir dənə də 4 gəlsəm 76. Deməli, birlərin sayı olur, deməli, 3 dənə. Sıfırların sayı olur 4 dənə. Birlərin sayı sıfırların sayından bir vahid azdır. Deməli, birlərin sayı, yəni sıfır və yaxud da sıfırların sayı birlərin sayından bir vahid çox olur. Deməli, 2-yə Y. Sonra bunu da çevirsək, 1, 2, 4, 8, 16, 32 ilə 32-nin üstünə 4 gəlsəm 35. Sonra 1, 2 gəlsəm 36. Bir də 1 gəlsəm alıram 7. 4 dənə 1 var, 2 dənə də 0 var. Deməli, birlərin sayı, yox, bir dəqiqə, 1, 2, 4, 8, 16, 32, 32-nin üstünə 4, 36, 36-ın üstünə 2 gələndə 38 eləyir. Bunu götürməli deyiləm. 36 o da 1, 37. Deməli, 3 dənə 0 var, 3 dənə də 1 var. Yəni, sıfırların sayı birlərin sayına bərabərdir. Onda 3-ə də D bəndə olur. Neçə idi? 27. 28-də belə bir tənlik verib. Deyir ki, bu ifadə hansı say sistemində doğrudur? 0, 1, 2, 0, 1, 0, 1, 2 onluğa çevirib həll eləyirik. X kvadrat üstəgəl 3x plus 4 plus 3x plus 2 bərabərdir. 2x kvadrat üstəgəl x plus 0-a, yəni 0-ı yazmasaq da olar. Yəni onluğa çevirdik. Burada da x kvadratı, yəni bunu o tərəfə keçirsəm, x kvadratı, bu 6x eləyir, bu tərəfə keçəndə çıx 5x olur. Bu 6 eləyir, o tərəfə keçəndə çıx 6 eləyir. Kökləri hasili, deməli, -6 eləyən, kökləri cəmi isə, deməli, müsbət 5-i verən. Deməli, -1 ilə 6 olar ki, vuranda -6 eləsin, toplayanda da əks işarə ilə götürülmüş ikinci həddən əmsal. Təbii ki, -1 say sistemi yoxdur deyə cavab 6 olar. Sonra keçirik o biri suala. 29-da verib ki, bu ədədləri azalma sırası ilə yaz. Bunun üçün gərək hamısını, bir dəqiqə 29 iddiaradır. 29 budur. Deyir, bu ədəd 3/1 kök kimi təsvir olunarsa, köyün əsasını tap. 65 8-likdə verir və bunda bilmirəm hansı say sistemidir. Sadəcə bir-birinə bərabər olduğunu bilirik. Onu da çevirib həll eləyək. 6 vur 8 üstü 1, 48 üstəgəl 5 vur 8 üstü 0 da 5. 3 vur köyünün kvadratı, 1 vur 2 üstü 1, 1 vur 2 üstü 0. Bu da 3-2 kvadrat plus 2. Bu eləyir, deməli, 53, o tərəfə keçirdəndə çıx 52 bərabər 0. Diskriminantla tapsaq, deməli, B-nin kvadratı, 1-in kvadratı üstəgəl 4AC. 4 vur 52 vur 3. Bu da alınır 625. Yəni 25-in kvadratıdır. Köklərini tapanda x1 alınır, -b, yəni -1 plus kökdədir. Və kökdə 625-dən də 25 çıxır. Bölünsün 2. Bu da 20, 2 vur a daha doğrusu. 2-ni də 3-ə vuranda deməli 6. Bu da eləyir 24 bölünsün 6 alınır 4. Bir kökü ilə 4 eləyir. O biri kökü tapmağa ehtiyac yoxdur. Çünki mənfi alınır. Çünki x2-də -1 çıx 25 bölü 2 eləyir. -26-nın da dası
6-ya böləndə mənfi cavab alınır və təbii ki, mənfi say sistemi yoxdur. Ona görə 4 götürürük. Burada da deyir ədədləri azalma sırası ilə düz. Hər birini onluğa çeviririk. 0, 1, 2, 0, 1 bu formada. 143-ü altılıqdan onluğa çevirsək, 1 vur 6-nın kvadratı 36 üstə gəl. 4 vur 6 üstə 1, 24 üstə gəl. 3 vur 6 üstə 3-də 3 eləyir. Bu eləyir 63. Deməli, 63 onluqda. Sonra keçirik 50-ni 9-luqdan onluğa çeviririk. 0, 1, 5 vur 9 üstə 1, 45. 0-ı vurmasaq da olar onluqda. Sonra bu ədədi üçlükdən onluğa çevirsək, 1 vur 3-ün kubu 27 üstə gəl, 2 vur 3-ün kvadratı 18 üstə gəl, 2 vur 3, 6, plus 2 vur 3 üstü 0 da 2-ni verir. Bu da alınır deməli 27-nin üstünə deməli gəlirik 20. Bu eləyir 47. 47-nin üstünə də 6 gələndə alınır 53. Sonra keçirik o birinə. 1, 0, 1, 1, dörtlükdə 0, 1, 2, 3. 4-ün kubu eləyir 64. Sıfıra vurmasaq da olar. 1 vur 4 üstü 1, 4. 1 vur 4 üstü 0 da elə 1 verir. Bu da eləyir 69 onluqda. Qalır 1, 1, 0, 0, 1, 1 ikilikdən onluğa keçirmək. 1, 2, 4, 8, 16, 32. Birlərin üstünü toplasaq 48 üstəgöl 3 alınır 51. Bunları indi deyir azalma sırası ilə görə düz. Yəni ki, çoxdan aza doğru. Baxıram ki, ən böyüyü 69-dur. Onluğa çevirmişəm də hamısını. Ən böyük burada 69-dur. Bu da uyğun gəlir deməli dörtlükdəki ədədə. Yəni birinci yazırıq belə 1, 1, 0. Deməli 1 daha doğrusu. Dörtlükdəki ədəd olur 1, 0, 1, 1. Virgül. Sonra deməli 69-dan sonra 63 gəlir. Bu da 143 uyğundur. 143 deməli 6-lıqdır. Sonra gəlir üçlükdəki ədəd 53. Sonra gəlir deməli 53-dən sonra 51 böyükdür. Yəni ikilikdəki ədəd. Ən axırda da gəlir deməli bundan sonra qalır deməli 59-luq.